Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər və əziz izləyicilər. İctimai radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bugün o qədər dəyərli bir qonağım var ki, mən artıq neçənci dəfədir ki, bu insanla həmsöhbət oluram və hər dəfə həmsöhbət olanda belə deyim də, ötən əsrin musiqili ab-havası ilə yanaşı, müasir dövrün muğam ecazı bu insanın, bu dəyərli sənətkarın söhbətlərində bir vəhdət təşkil eləyir. Və ona görə də hər zaman Mirnazim Əsədullayevlə həmsöhbət olmaq çox xoşdur və maraqlıdır. Xüsusilə də bu yubiley ərəfəsində. Bu il bizim ustad sənətkarımız, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, əməkdar artist, kamança ifaçılığında özünə məxsus dəsti xətti, üslubu, yeri, rolu olan dəyərli sənətkar Mirnazim Əsədullayevin 75 illik yubileyidir. Bu yubiley münasibəti ilə əlbəttə ki, Mirnazim müəllim, sizi ürəkdən təbrik eləyirəm. Xoş gəlmisiniz verilişimizə. Sizi burada görmək hər zaman xoşdur. Çox sağ olun. Təşəkkür edirəm Pərvanə xanım. Mən həmişə işdən çıxanda, saat 3-də işdən çıxıram, sizin Can Azərbaycan verilişi, aparıcıları baxıram. O qədər maraqlıdır ki, indi bir var ki, insan tarix üzrə qutarıb, tarixdən yaxşı bilir. Sizin verilişləriniz tam başqadır. Tarix var, ədəbiyyat var, kimyası var, musiqisi var, pambıqçı var. Yəni bütün sahələrdə var. Pambıqçı hələ olmayıb, amma yaxşı ideyadır. Çağıraram bir pambıqçı da. Vallahi bütün adam zövq alır da. Bilirsiniz, o da insanın intellektual səviyyəsindən əmələ gəlir. Çox təşəkkür edirəm. Bugün dəvətinizə görə İctimai Radionun rəhbərliyinə, bütün heyətə təşəkkür edirəm ki, bugün əziyyət çəkib mənim haqqımda bir veriliş hazır. Çox sağ olun. Mirnazim müəllim, 75 illik yubileyinizdir və mən sizlə danışanda dediniz ki, hələ var, hələ mənim doğum günüm avqustdadır. Dedim, nə olsun ki? Əsas odur ki, bu il sizin yubiley ilinizdir və mən səhv eləmirəmsə, biraz da mən təvazökar olmuyum. İlk bizlə başlayırsınız, hə? Bu veriliş marafonuna bizlə başlayırsınız. Sizlə başladıq. Çox təşəkkür edirəm buna görə sizə. Mirnazim müəllim, illər ötdükcə nəyin fərqinə daha çox varırsınız? İnsanlara, sənətə, həyata, yaradıcılığa yanaşmanızda nələr dəyişir? Mən belə deyərdim onu. Yəni, musiqi sənətinə getdim. İndi onu ilə tanınmışam. Hansı sənətə getsəydim, onun birinci də olmasaydı, heç olmasa 5-ci ola bilərdim. Yəni, mənim bir işə başladım, onu həvəslə görürəm. Əgər axıra qalsaydı, axırdan başlasaydı, mən dostluq elədiyim dostları təzədən seçməyi bilərdim. Təzədən seçməyi bilərdim. Çünki o önəmlidir. Kimə ki çörək verirsən, sonra sənə arxa çevirir. Bunlar da var. İndi mən güzar eləmirəm, amma olduğu sualın cavabını deyirəm. Ailəmdən çox razıyam. Həqiqətən çox razıyam. Onu dəyişməzdim. Onu hələ axtarıb yenə tapardım. Dostları dedim. Biraz, necə deyim sizə, kamilləşərdim də. Yəni, demək istəyirsiniz ki, lap o ilk gənclik illərində biraz səhvləriniz olub, hə? Biraz yox, çox. Çox səhvlər olub. İndi səhvlər olub eləmişəm də. Səhvlərə görə əsas özünüzü bağışlamısınız da? Ona söz yox, bağışlamışam deyə, amma gərək eləməyəydim. O səhvlər ki var, gərək onları eləməyəydim. Amma bu həyatdır. Bəli. Həyat hər şeyi insana gedi-gedə göstərir. Məsələn, mən cavan vaxtımda olanda
arxa qollu içkilər içmişəm. Siqaret çəkmişəm. Amma düzdür, 45 ilə yaxındır, daha onları uzaqlaşdırmışam özümdən. Evladlarıma da tapşırmışam ki, içkidir, siqaretdir, mən öləndən sonra da siz onlara əl atmayacaqsınız. Yəni, vəsiyyətimi eləmişəm onlara. Yəni budur. Ən əsas vəsiyyət budur. Allah sizə uzun ömür versin. Mirnazim müəllim, ola bilər ki, siz seçimlərinizdə dost seçimi olsun və yaxud həyat tərzi seçimi olsun, hansısa səhvləriniz ola bilər. Amma mən inanmıram ki, sənətdə sizin səhviniz olsun. Çünki kamança ifaçılığı deyəndə və kamança ifaçılığında bir sıra yeniliklərdən danışanda Mirnazim Əsədullayev yada düşür. Məsələn, birini mən deyim. Nəva muğamını siz ifa etməsəydiniz, bunu mən bir çox musiqiçidən eşitmişəm, musiqişünaslardan eşitmişəm ki, Mirnazim Əsədullayev Nəva muğamını ifa etməsəydi kamançada, o bugün dərslikdə belə olmayacaqdı. Yəni, bu böyük işdir. Dərslikdə ola da bilərdi, çünki məndən qabaq onu tarda öz nəsilimdən danışıram. Vamiq Məmmədəliyev tarda ifadə edib. Tarda ifa olunub da, amma kamançada ilk dəfə mən onu çalmışam. Bəli. Bunun da tarixçəsi var. Nədir onun tarixçəsi? Tarixçəsi biraz uzağa gedir. 91-ci ildə biz 3 nəfər, Hacı Baba Hüseynov, Ağasərim Abdullayev, bir də mən Avropaya konsertə getmişdik. 17 dənə konsert vermişik orada. Hollandiyada bir Rud adında oğlan vardı. Kamança öyrənmək istəyirdi. Daha doğrusu öyrənirdi. Oturmuşduq elə, özü gəlib tapdı bizi. Dedi ki, Hacı müəllim, mənə bir dənə Nəva, Nüşapur öyrədin. Bir də Qafqaz Humayuni. Qafqaz Humayuni biz Hacı Baba Hüseynovla çox çalmışıq toylarda. Amma Nəva, Nüşapur mən birinci dəfə də eşidirdim. Özü də Hollandiyalı bir insan. Hətta o sonra Bakıya da gəldi. Sözüm onda yox. Hacıya dedim ki, Hacı dayı, necə eləyək? Dedi ki, boş bıraq. Nəysə, mənə Rudu qeyti dedi ki, bəs mənə öyrət də Nəva Nüşapuru. Dedim, onu gedib Bəhram Mansurovdan öyrənərsən. Çünki onu Bəhram Mansurov çalıb. Dedi, axı, o ölüb. Dedim, ha, bilirəm də. O bilirdi onu. Sonrası ki, mən gəldim Bakıya. Qayıtdıq da səfərdən. Birinci Əhməd Bakıxanov çalıb bu Nəvanı. Sonra Bəhram Mansurov çalıb, Əliağa Quliyev çalıb. Elxan Müzəffərov da özü üçün çalıb, amma radio verməmişdi. Yəni. Gəldim Elxandan, Müzəffərovdan öyrəndim Nəvanı. Bu 98-ci ildir. 99-cu ildə mən onu yazdım. Radio yazdım. Verdim onu fonda. 2000-ci ildə Toğrul Asaf Zeynalını qurtaranda dedim, Toğrul, Nəva öyrətəcəm sənə, Nəva çalarsan. Toğrula Nəva öyrətdim. Onun üstündən 26 il keçib. İndi Toğrulun da nəvası var. Mənim üçün bu günləri xoşdur, tələbələrim öyrənirlər. Toğrul Əsədullayev sizin oğlunuz və musiqi sənətimizdə bu ənənələri layiqincə davam edən bir sənətkar. Çox sağ olun, təşəkkür edirəm. Ona görə də indi Nəva muğamıdır, Dəşti muğamıdır, bir də Dügah muğamıdır.
O bizim proqramda, magistraturada var. Öyrədirik tələbələrimizə. Amma əvvəllər olmayıb da, hə? Əvvəllər olmayıb. Mir Nazim müəllim, niyə əvvəllər bu muğamlar, yəni belə deyim, unudulmuşdumu deyim, kənarda qalmışdımu deyim? Unudulmub. Məsələn, siz təsəvvür edin ki, əvvəl biz muğam bir dəstgaha çalacaqdıq. Bir saat keçirdik. Bəli. Dedilər ki, ya onu eləyin 40 dəqiqə. Biraz keçdi, dedilər eləyin 30 dəqiqə. İndi deyirlər ki, qısa eləyin 15 dəqiqə. Axı bunu ilə biz muğamını tamamlaya bilmirik. Bəli. İndi bir dənə də şey var da, instrumental variantda onu 12 dəqiqə, 13 dəqiqə çalanda insan yorulur. Ne cür yorulur? Qulaq asan yorulur. Mən yorulmuram. Söz deyə bilmirsən, muğamı da ixtisar eləyə bilmirsən o nəva muğamında. Çünki o heç yandan yamaq getirmir. Başqa şeylə eləyə bilmirsən orada. Mümkündür. Nəva şur deyil də? Şur deyil, amma şurun ulu babası hələ nəva olub. Əvvəlcə nəva olub, sonra şur. Bəli. İndi şur olub, amma şükürlər olsun ki, nəva gəldi, dəşti gəldi. Siz təsəvvür edin ki, nəva ilə dəşti eyni muğamdır ha. Bəli. Amma instrumental variantda onu bölüblər ki, insanlar yorulmasın. Bəli. İki hissəyə bölünüb, dəşti də qalıb bizə, nəva da qalıb bizə, dügah da qalıb bizə. Dügah məsələn şur dəstgahında var. Amma dügahı indi biz dəstgah şəklində öyrənirsiniz. Çox çətindir. Segah 3 məkan deməkdir. Bəli. Dügah 2 məkan deməkdir. Düzdür? Hani belə deyirlər də. Elə deyirlər. Yəni segahla dügah onda belə çünki yaxındır. Rastda deyirlər də. Yegah da rastda deyirlər. Yəqin ki, kamança ilə ilk tanışlığınızın hekayəsi var. Niyə tar yox? Rafael Hüseynov sizin kitabınıza ön sözdə yazıb ki, tar şahdır, kamança vəzirdir. Hə. Şah ola bilərdiniz də. Siz onsuz da şahsınız kamança sənətində. Amma niyə tar yox, ud yox, məhz kamança? Və elə bir dövr idi ki, elə çətin illər idi ki, muğama fərqli münasibət var idi o sizin dediyiniz kimi. Nə bilim, Sovet dövrü idi, çətinliklərdən, sınaqlardan keçirdik və siz məhz milli musiqi alətini seçdiniz. Kamançanı seçdiniz. Bunun mütləq bir hekayəsi olmalıdır. Mən bunu seçməmişəm. Mənim atam seçib ki, sən kamança çalacaqsan. Bu da olub 64-cü il. 1964-cü il. Onda Buzovnada, mən Bakının Buzovna kəndindənəm. Buzovnada musiqi məktəbi yox idi. O Maştağada idi. Maştağaya gedib gəlirdim. Kamança üçün, kamança öyrənməyə. İndiyəcən yadımdadır, o yadımdan çıxmır. Avtobusa mindim, o vaxt Maştağaya gedəndə gəlir 15 qəpik pul verəsən. Pulum da yoxdur. Biz elə belənçinə düşürdük, gedirdik. Düşdüm bir tərs sürücün əlinə. Mənə dedi pul. Dedim pulum yoxdur. Pulun yoxdur, nə minmisən? Dedim, indi dərsə gedirəm də. Yox, gedməyəcəksən, düz axirəcən aparacam səni. Əziyyət verirdi. Orada bir, indi də sağdır bizdə, məzahir vardı, polisdir. Oradan qeydlidir ki, uşağa əziyyət verməkdən, onun pulunu verəcəm, düş oğlum, yer get. Gəldim, sonra elektriçka gedirdi də, elektriçka ilə gedib gəldim, çətin günlərdir. İndi sən təsəvvür elə yine 15 qəpik, 15 qəpik, 30 qəpik. Ailə böyük, 10 uşaq ol. Atam bunları hamısını dolandırmalıdır axı. Çox bir əziyyətlə gedib gəlirdim. Hələ 3-cü sinifdə olanda hələ güclə hələ belə bir tər yolu verirdim. Sonra bir günləri mənim müəllimim Əlbəndə Əliyev, Allah ona can sağlıq versin, 3 yaş məndən böyüydü. O vaxt belə idi. Mən 14 yaşında getmişəm də.
13 yaşında. Amma uşaqlar gedir 9 yaşında. Biraz gec getmiş. Mənim Əlbəndə müəllim artıq 16-17 yaşında müəllimlik eləyirdi. Hə. Çünki o bizdən qabaqda idi, gedib Asif Zeynaldan oxumuşdu. O vaxt müəllim çatmırdı. Ona görə o müəllim işləyirdi. Azdı da elə içinə insanlar. Özdəki həmçində bu zonalı idi. Bir günləri mənə dedi ki, bəs mən ansambla gedirəm. O Əhməd Bakıxanovun ansamblında çalışırdı. Sən bu uşaqları yola verərsən. Mən axı uşaqlardan böyüdüm. 3-4 yaş böyüdüm. Qaldım mətəbə, mən özüm çala bilmirəm, uşaqları nə necə deyəcəyəm. Söz tutdu məni. Demək olar ki, mən bir günə tamam dəyişdim. O hardan gəldi mənə həvəs, amma Allah bilir. Nəsə, sonra məktəbi qurtardım, Asif Zeynallı adlı musiqi texnikumuna getdim. Texnikuma gedəndə indi bu şəhərə gedirik. Bu pul məsələsi var burada yenə. Çətinliyi gördüm. Mən atamdan sağ olana qədər mən ondan pul istəməmişəm. Anama deyərdim ki, atama deyirəm mənə pul versin, yol pulu. 20 manat pul verdilər mənə. Onu da şəhərə gələndə sevincimdən pula baxırdım. Əlisən pulları aldılar əlimdən. Metroda atdılar, ekskalator deyirlər. Bəli. Onun arasına pullar getdi. Çıxdım, gəldim. Anama dedim, al qacıya ver, pullar düşdü əlimə, getdi. Atama deyib, atam 10 manat verdi. Dedi ki, deyərsən, daha pulumuz yoxdur. O vaxtda piraşki 5 qəpik idi. Malakan bağının yanında cigər piraşkisi. Yəni, o ilə yolu verirdik. Gördüm, yox. Nəsə bir iş tapmaq lazımdır. Zavoda getdim, işə girdim. Gizlin. Atamın xəbəri yoxdur. Getdim, girdim. Maaş da ki, gecikir. 3 ay maaş yoxdur, amma ki, gedib gəlirəm belənçinə. Evdən də pul almıram. Sonra elə oldu ki, atam xəbər tutdu ki, mən zavodda işləyirəm. Dedi, getməyəcəksən zavoda. Nə qədər pul lazım olsa mən sənə verəcəm, amma oxu. Doğrudan da ələ oldu. Amma Allah atanıza rəhmət eləsin. Allah rəhmət Necə eləsin. böyük insan olub, həqiqətən. Elə oldu ki, getdim, bir orkestr vardı, o vaxt konservatoriyada. Oraya işə girdim, kamançı axtarırdılar, kamançı çalan. Mən də o vaxt demək olar ki, başlamışdım qəşəng çalmağa. Baba Salahavın ansamblında çalırdım. Televiziyada görükürdüm. Daha tanınırdım da. O vaxt bir dənə televiziya vardı. Bəli. 23 manat bir maaş alırdım. Sonra elə oldu ki, o bursu ili getdim. İşə girdim. 8 nömrəli musiqi məktəbinə. Mənim aldığım pul atamdan 30 manat oldu. Əssalam. Onu da 20 manatını itirmisiniz. Onu da 20 manat getdi. İndi belə çox əzablı günlərimiz vardı, amma şikayət də eləmirdim. Yəni Mirnazim müəllim, əslində sizin bu danışdığınız bir örnəkdir, həqiqətən. Demək ki, nəyəsə nail olmaq üçün mütləq zəhmət çəkmək lazımdır. Zəhmət yox, əziyyət. Siz təsəvvür edin ki, mənim 14-15 yaşım olanda bu zonadan kisələri, bir kisəni göyərti idi. Atırdım çiynimə, gedirdim bazarda, satırdım, gəlirdim. Dəniz qırağında qarğıdalı anam pişirirdi. Aparırdım, satırdım, gəlirdim, dolanırdım. Ayıbdır bu. İndi də mən tələbələrimə deyirəm bu dağı. Hara gəlsən? Dedim, müəllim, pis ofisant işləyirəm. Dedim, eybi yox. Kişi xeylağı üçün ayıbdır. Gedə oğlum işlə, bir vaxt əzab çəkəcəksən, sonra o əzabın
bəhrəsini görəcəksən də. Toğrul beləçinə gəlib əmələ gəlmədi ya. Toğrul əzab, əziyyət çəkdi. Yəni siz oğlanlarınıza necə pul verirdiniz? Bəli, onların oxumaqları üçün illik mən pul vermişəm. İkisi də pulluda oxuyublar. Nə yaxşı ki, hələ oxuyublar pulluda. Əziyyət çəkmişəm, amma əziyyətimin bəhrəsini bugün görürəm. Bəli. Bugün görürəm ki, evladlarım, Allah hamısının evladlarını xoşbəxt eləsin. Ruzulu, bərəkətli eləsin. Mənim bu da oğlanlarım, deyim sizə, ailə qurandan sonra mən bilmirəm ki, onlar ailəni nə cür dolanırlar, neynirlər, neynəmirlər. Ailələrin özləri dolanır. Mirnazim müəllim, mən sizi neçə ildir tanıyıram və bu mənim sizinlə ilk müsahibəm deyil. Toğrulu da tanıyıram, onu da salamlayırıq efirimiz vasitəsilə. Mənə həmişə elə gəlir ki, məsələn, Toğrul artıq müəyyən bir yaş dövrünə gəlib çatıb da. Mənə həmişə elə gəlir ki, uşaqlar olur, hələ də atalarından qorxur. Məndə həmişə elə bir hiss olub. Bilmirəm, bəlkə siz çox üzr istəyirəm bu ifadəmə görə, sərt ata təsiri bağışlayırsınız. Bəlkə ona görədir bu. Ya bəlkə bizim müsahibələrimizdə olub, bəzi şeylər olub ki, biz danışmışıq. Sizin o uşaq tərbiyəsi ilə bağlı verdiyiniz tövsiyələrə görə mən bu fikrə gəlmişəm. Bugün də mən elə bilirəm ki, Toğrul sizdən, qoy deyim də, qorxur. Mən deyim sizə də, mən ailədə, evdə heç vaxt şit zarafat eləməmişəm. Həmişə öz qürurumu saxlamışam ki, mənim evladlarım böyüyəcəklər. Onlar ailədə möhkəm olmalıdırlar. Ailədə onların sözə həmişə keçməlidir. Onlar da bu tərbiyəni gördülər məndə. Mən yoldaşıma bu vaxta qədər artıq söz, artıq hərəkət görməmişəm. Həmişə mənim qulluğumda dayanıb. Olduğunu deyirəm ha. Hələ bilərlər ki, yalandan deyirəm. Xeyr, yalandan deyir. Olduğu budur. Onlar da ailəyə baxıb öz işlərini görürlər. Səhv etmirəmsə, xanımınız da musiqiçidir. O da uzun illər kamançadan dərs deyib. Vasif Hüseynallıda Toğrulun ailə müəllimi o oldu. Bəli. Ailədə neyi görüb getirirlərsə, onlar pis şey görmürlər axı ailədə. Mən məsələn evladlarım gələndə mən onlar üçün ayağa durmuşam. Mən məsələn onlara gedəndə onlar qapıya qabağıma gəlirlər. Sən bunu görüblər axı onlar. Ailə tərbiyəsi tamam başqadır. Siz indi biraz bilmirəm, ailədə zarafat olar. Bəli. Yüngül zarafat olmaz. Məsələn, nəvələrim indi böyüyüblər, Allah saxlasın. Sizinkiləri də. Çox sağ olun. Onlar da evdə baxıb görürlər. Özünü necə aparmalısan. Ataya, anaya qulaq asmaz. İndiyə qədər də. Gəd otur yerində, qutardı getdi. Artıq söhbət yoxdur. O ailə tərbiyəsindən gəlir. Ailədə ana ilə ata bir-birlərini başa düşdülər. Bir-birlərini hörmət elədilər. Onlar da hələnçinə getcək. Toğrulun 44 yaşı var. Açan gəldi bu 44 Allah bilir. O birisinin 47 yaşı var. Elnurun. Bu günləri bizim Elnurun sözü ilə söz lokomotiv Elnurdur. Aha. Ailədə. Evdə də tapşırmışam hamısına. Məndən sonra evin böyüyü Elnurdur. Bunu hamısı qəbul eləyib. Gəlinlər də qəbul eləyib. Nəvələr də. Nəvələr də qəbul eləyib. Çünki o, necə deyimsə, artıq hərəkət eləməz. Toğrul da həmçinin. Toğrulla Elnurun fərqi biraz
tamam başqadır. Xarakter baxımından. Xarakter baxımından. Elnur biraz zəhimlidir. Düz danışandır. Deyir, mən düz danışıram, ona görə mənə deyirlər ki, sən acısan. Düz danışır. Düz danışan adamlar acı olur da, hə Mirnazim müəllim? Elə deyirlər, amma ki, indi budur da, Elnurun əli səxavətlidir. Əl tutmağı əldən gedir o, əl tutsun kiməsə. Toğrul da əlidir, amma Toğrulda fərq var. Aha. Toğrul qazancı ilə çıxacağını bilir. Nə borc verir, nə borc alır bugünə qədər. Nə borc verib, nə borc alır. Amma əli cibinə yaxşı girir. Məsələn, 5 nəfər gedirlər, oturdular çay süfrəsinə ya yemək süfrəsinə. Birinci Toğrul gedib hesabı verəcək. Deyim sizə bir dənə misal. Ailəvi getmişik Şəkiyə. Orada pitixana var, pioner deyirdilər orada. Gəldik, piti yemişik, yer büzmədik. İstədim gedim hesabı verin. Pitiçi qeydetdi ki, piti satan. Uşaq verdi pulu. Dedim, yekə kişirsən, sən uşaqdan pul nə alırsan? Ya yekə kişirsən səni, adam uşaqla bayra çıxar. Siz bilmirsiniz ki, qarşınızda bir şəkili dayanır. Vallahi bir şəkili varsa, hə, o barədə deyəndə ikisi də yaxşıdır. Elnur həkimdir. Bəli. Bizim ailənin bu dəqiqə həkimi odur. Hamımıza gecə də, saat 3-də olur da nəsə lazım olan kimi tez Elnur oyaqdır, yatmır. Fərqlər budur. Elnur Respublikada ilk kanon çalan olub. 13 yaşında 93-cü ildə Respublika müsabiqəsinin qalibi olub, birinci yer tutub. Amma siz onu həkimliyə yönəltdiniz. Dedim, gedim eləsən. İndiyəcən deyir mənə, dedim, ay oğlum, pis iş görmüşəm, bizim həkimimizsən. Kanonda da bilirəm ki, gedəcək. İndi bugün də haçandısan hazırdır kanon çalmağa. Əldən gedir musiqiçi. Kanonu da xoş deyir. Yəni, hələ ki, ikisindən də çox razıyam. Amma onu da deyim sizə ki, mən həyatda olmasam, mən bilirəm ki, bunlar düz yoldadır. Bunların uşaqları da düz yoldadır. Çünki mən bugünəcən görürəm. Bəli, bu çox vacibdir. Mirnazim müəllim, mən əminəm ki, həm Toğrul, həm Elnur bəy sizin bu fikirlərinizi eşidib çox şad olacaqlar. Bilirlər onsuz da sizin düşüncələrinizi. Amma bir övlad haqqında valideynin bu qədər yüksək fikirdə olması, inanın ki, o övlad üçün bir bilsəniz ki, nə deməkdir. Mirnazim müəllim, çoxlu tələbələriniz var, maşallah. Elə insanlar var ki, bugün artıq ömürlərinin müəyyən bir çağına gəlib çatıblar və sizin tələbəniz olublar. Bugün musiqimizdə də o qədər fərqli, rəngarəng bir mühit var. Kamança ifaçılığında nəyi etmək olmaz? Nəyi etmək olmaz? Bugün nədən razısınız, nədən narazısınız? Əgər sən bugün kamança ifaçısısansa, bütün tələbələrimə deyirəm, amma məndən kim ki tələbələr var, hamısına deyirəm. Bir ağsaqqal kimi deyə bilərəm. Mənim 75 yaşım var. Özünüzdən razı olmayın. Sənəti öyrənin, sənət öz yerini gəlib tapacaq. Hamısı sübut olunur. Mən tələbələrimə bir müəllim kimi özümü necə deyim sizə, tanıdıram. Mən onlara atalıq edirəm. Mən onlara qardaşlıq edirəm. Çünki mən qoymaram ki, mənim tələbələrim nəyəsə ehtiyacı olsun. Onların ehtiyaclarını ödəməyə həmişə hazıram. Bugünə qədər.
Hətta tələbələrimə tapşırmışam ki, bufetdə gedib çay içmir. Sinifdə sizin üçün çaynikim də var. Kofedir, kakaodur, məndən çaydır, zat hamısı burada var. Niyə? O ağır günləri axı mən görmüşəm. Mən o pulu itirdim axı. Uşaqlar da bilirlər bunu. Mən onları danışmışam həyatımı. Həyatımı danışmışam da ki, mən də belə olmuşam. 30 qəpik. Bir də görsən uşağın pulu yoxdur axı çay içməyə. 30 qəpiyə çay olmaz axı. Sudur da, neynəmsən? Buna eləyin 10 qəpik, 5 qəpik. Vallahi mən Gəncəyə getmişdim. Gəncədə çaynik 1 manat, 2 manat. Bizdə necədir? Çox bahadır. Ona görə paytaxtda tələbələrimin fərqli qiymətlər fərqlidir. Tələbələrimə tapşırmışam. Nəyə ehtiyacınız oldu, mənə deyin. Gücüm çatdığı qədər sizə əl tutmağa hazıram. İndi eləsi var ki, gedir rayona. Biri vardı, getdi, Naxçıvana getdi. A qızım gedirsən, yol pulun zadım var, pul verim sənə. Dedi, yox, göndəriblər mənim üçün. Bilsən, eləsi var, utanır. Amma mən demişəm ki, bu evdədir. Hələ bilin ki, oturmuş otobüsün yanında arxayın söhbət edir. Amma dərs başqadır da. Mənə dilləməlim, nə ola qışqırma da. Sinifdir də, bir də görsən adam qışqırır. Olur eləsi. Müəllim kimi də sərtsiz. Yox, o öz yerindədir. Amma həm çox sevirlər məni, həm də həddən artıq qorxurlar. Çəkinirlər. Amma dərsinizi öyrən. O mənada vallahi deyim sizə ki, sənəti öyrən, get otur, harada otursan otur. Nə gözəl fikirdir. Bax, mənim bir tələbəm var, Gəncədəndir, Çinarə. İskəndərovudur deyəsən familiyası. Çox gözəl ifaçıdır. O gün zəng edib mənə ki, bəs mənim sizin zapislər bizə baxıram da, qulaq asıram. Gözəl nəva çalıb. Gözəl dəşti çalıb, indi də dügahı öyrənir. Yəni, belə tələbələrim çoxdur. Çinarə, səhv etmirəmsə, bizdə ustad dərsi verilişində də qonaq olub. Bəli. Mən xatırlayıram o qızı. Bəli, olub. Bəli. Axırda da bir məsləhətimi verdim. Kamançanı öyrənmirsən, indi ailə qur. Yaşın gedir. Yox, olduğunu demişəm də ona. Tələbələrim hamısı yaxşıdır. Amma ailə qurmaq istəyənlər azdır, Mir Nazim müəllim, gənclər arasında nədənsə. Biz həyat çətinləşib də, çətinləşib. Mən bütün tələbələrimin, magistr tələbələrimin hamısı üçün konsert təşkil eləmişəm. Söz vaxtına çəkər, Fatih müəllimi dəvət elədim tələbəmin konsertinə, Günay Mahmudova. O 4 nömrəli uşaq musiqi məktəbində konsert verdi. Konsert verdi, 7 dənə nömrədir çaldı. Fatih müəllim qeyd etdi ki, qızım, çaldığın əsərləri hamısını getir verginlə ictimai radioya, mən onları həmişə səsləndirərəm. Bəli. Biz onların 4 dənə əsərini çalmışıq. Qəşəng indi Allah qoca onu təqdim edəcəm sizin radioya. Yəni, tələbələrimə əl tutmağı xoşlayıram. Nə gözəl. Allah o gözəl ürəyinizə görə versin, Mir Nazim müəllim. Belə deyirlər də, xeyirxah işlər görən insanlara belə deyirlər. Və əlbəttə ki, bilirəm ki, həm sənət yolunuz, həm ömür yolunuz olduqca maraqlıdır. Ona görə maraqlıdır ki, həyatınızdan görün kimlər keçib, necə insanlar keçib. Tar, kamança və xanəndə. Siz həm də müşayiətdə öz sözünüzü demisiniz. Bəli. Müşayiət, bir də solo ifaçılıq. Bunlar bir-birinə mane olur. Bunlar mane olmur, amma yeri gələndə mane olur. Niyə? Sən tarçalandan da, xanəndədən də asılı vəziyyətdə qalırsan. Bilsən, həmişə kölgədə qalırsan. Elə tarçalan da var ki,
sən yaxşısan, istəyərsən elə kölgədə qalasan. Belə məsələlər var. Var bunlar. Amma solo o deməkdir ki, sən özünü göstərirsən də. Meydanda təksən. Tək sən göstərmirsən də. Bilmirəm, indi siz gəlmişdiniz də Toğrulun konsertinə. Bəli, mən oradaydım. Muğam mərkəzində. Baxın, görün nə cür konsert oldu. Hamısı zövq aldı. Bəli, razıyam. Doğru, tərifləmirəm ha. Yox, Amma həqiqətən. tərifə layiqdir o. O tərifə layiqdir. Hələ Elnur burada olmadı böyle yok. Bəli. Elnur burada olsaydı sahne tamam başka cür olacaktı. Orada çatışmayan şeyler vardı. Ama gene de burada dört. Onları siz bilirsiniz, o çatışmayan şeyləri. Tamaşaçı onları hiss eləmədi. Tamaşaçı, məsələn, mən özüm tamaşaçıydım. Mən orada ancaq dinlədim, ifalara və zövq aldım. Vəssalam. Hamısı zövq aldı. Tərif də öyle, amma hələ lap tərifdir. Amma mən Toğrul inciməsin. Toğruldan da çox mən orada bir ifadan zövq aldım. Bir nəfər ifaçı var idi. Yəqin ki, Toğrul Əsədullayev məndən inciməz. Orada bir balaca qız var idi, qəşəng. O mənim nəvəmdir. Alo, alo. Hə. Çəkmişik biz evimizə. Telefon mahnısıydı da, səhv etmirəmsə. Hələ də məndə o video görüntü var. Yəni Toğrul, inciməyin, xahiş eləyirəm. Mən o qızın fanatıyam. Bir Nazim müəllim. Pərvanə xanım, ola bilər ki, ola bilər, o fortepiano çalır. Bəli, nəvəniz. O axıra hələ musiqiçi kimi mən bilən inkişaf edəcək. İnşallah. Çünki onun üstünə doğrudan o istedadlı o qız. Biraz o, necə deyim sizə, şuluqdur belənçinə. Bir yerdə oturmağı bacarmır. Ona görə də onu gələk saatlarla öyrəşdirirsən ki, fortepiano yanında bilsin. Həcərdir. O birisi nəvəm Mələk. Mələk bu dəqiqə şahmat üzrə yaman iri addımlarla gedir qabağa. Azərbaycan birinciliyinə də çıxır. Sonra xaricdə şahmat oynamağa bunu buradan göndəriblər dedi. Bəli. Amma o da xaricə imtahan verəcək. Allah qoysa Toğrulun oğlu da xaricə imtahan verib. Qəbul olun. Onun hələ bilmirik, nəticəsini bilmirik gəlir. İnşallah yaxşı olacaq. Mir Nazim müəllim, 75 illik ömrünüzün ən gözəl insanları mənə elə gəlir ki, sizin davamçılarınızdır. Sizin nəsli, şəcərəni, böyük nəsil, böyük şəcərə olub. Davam etdirən insanlardır. Ən böyük mükafat. Doğrudan da bizim davamçılarımız, bəlkə də biz fərqində deyilik, həyatımızda qazandığımız ən gözəl mükafatlardır. Və qoy bu mükafatlardan heç kəs məhrum olmasın. Mən sizə can sağlığı arzu edirəm. O qədər ürək dolusu danışırsınız, o qədər sevgi dolu danışırsınız. 75 illik bir ömürdə çətinliklər də olub, eniş də olub, yoxuş da olub. Amma mən əminəm ki, insanın o qəlbindəki sevgi, gələcəyi olan ümid, mübarizə hissi və bir də onun əməlləri hər zaman onu zirvədə saxlayır. Siz bizim zirvədə olan sənətkarlarımızdansınız. Mən sizə can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm. Çox sağ olun ki, bugünkü verilişimizdə bizim əziz qonağımız oldunuz. Çox təşəkkür edirəm Pərvanə xanım. 75 hələ yaxşı rəqəmdir. Amma qocalıqdır. Bəli. Qocalıqdır, yaşa doluruq. İnşallah Allah qismət eləsin ki, hələ bugünəcən də olub, biz heç vaxt dəyişməyək. Bəli. Bizim nəsil dəyişməsin, özündən razı olmasın, mənəm deməsin ki, burada mənəm, Bağdadda kör xəlfə. Bunlar böyük şərtlərdir. Mən bugünə qədər, 75 yaşıma qədər, əgər özümü qoruyub saxlamışam, mən inanıram ki, bu bir tövsiyədir, bir necə deyim, bir duadır da, məsləhət eləyirəm ki, dəyişməyin. Əzab, əziyyət keçmişdə də olub, bugün də var, gələcəkdə də olacaq. Bəli. Amma o çətinliyə qalib gəlmək insanın öz əlindədir. Çox sağ olun.